Ümumiyyətlə insanın ətrafı çox vacibdir. Demirəm ən vacibidir, yox, o bəhanə lazım deyil, amma yəni vacibdir. Ona görə belə götürək. Mən ən birinci yarışa gedəndə 2017-də Türkiyəyə, mən dostlarıma deyirdim ki, mən gedib çempion olmaq istəyirəm də. Yox, çempion dedim, ilk 20-liyə girmək istəyirəm. Türkiyədə ilk 20-də, 80 milyon insanın içində bir qıradan neçə ölkə gəlir. Deyirlər, Orxan, sən Azərbaycanda bəlkə çempion ola bilərsən, amma Türkiyəyə çox özünü yorma. İlk baxışdan bu bir pozitiv məsləhətdir, özünü çox narahat olma. Ya evdən deyirlər ki, Orxan, çempion ola bilməzsən, çox da belə özünü ürəyivə salma. İlk baxışdan xoşdur, yaxşı şeydir, amma əslində onlar bilməyərək səni ürəyivə şübhə saldı. Bir dəfə, iki dəfə axırda gördüm, düz mən getdim çempion oldum azlığa da. Amma mən sonradan gördüm ki, elə dost tanışa ya ailə üzvlərinə dedikcə, onlar bilməyərək sənin yolunu kəsir, bilməyərək. Ona görə elə ən yaxın dostun məsafədir. Çempion olmaq istəyirsən, çempionluq hədəfi qoydun, məsafəni saxlayırsan. Məsafə uzandıqca daha çox çempion ola bilirsən. Söz yox ki, biz özümüzə ətraf qura bilərik ki, uğurlu insanların, o da ki, çox çətindir. O uğur qazandan sonra o ətraf gələ bilir. Deyək ki, mən uğur qazandan sonra dünya şöhrətli bir çox mentorlara çıxış əldə elədim. Onlar bildilər ki, aha, bir yaddaş çempionluğu üçün yarışan bir insana dərs keçməyə lazımdır və s.